Bu intizar fəlsəfəsi, intizarın ümumiyyətlə sonuncu imamı gözləməyin faydası nədən ibarətdir? Görəsən bu düşüncə tərzi bizə nə verir? Ümumiyyətlə intizar sözünün mənası birlikdə, yəni sonuncu imamın gəlişini gözləmək. Müntəzir o həzrəti gözləyən şəxs. Sual bundan ibarətdir ki, biz fikir versinizsə dua eləyirik, İmam Zaman əleyhissalamın gəlişi üçün, zuhurunun tezləşməsi üçün dualar eləyirik. Bu onun göstəricisi, biz o həzrətin gəlişini arzulayırıq. O həzrətin gəlişini gözləyənlər sayılırıq etdiyimiz dualarla. İndi maraqlı cəhət bundan ibarətdir ki, görəsən biz o həzrəti ki gözləyirik, görəsən biz o həzrəti gözləyirik, yoxsa o həzrət bizi gözləyir? Bunun özü bir sualdır. Kim kimi gözləyir? Biz İmam Zaman əleyhissalamı ona görə gözləyirik ki, ona böyük ehtiyacımız var. O həzrət gözlənməyə layiqdir. Çünki bizim ehtiyaclarımızın ödənməsi həzrətdədir. Həzrət məsumdur. Hamının məsum şəxsin gəlib ədalətsizliyi, haqsızlığı ədalətlə əvəz etməsinə ehtiyacı var. Hərənin öz müşkülü var. Şəxs, fərdi və ictimai problemlər var. Bilir ki, həzrətin gəlişi ilə onlar həllini tapacaq. Deməli, həzrət bizə lazımdır, bizim zəruri ehtiyacımız var. Amma görəsən, biz o həzrəti gözlədiyimiz kimi, o həzrət də bizi gözləyirmi? Yaxud bayaqları Emin qardaşımız çox gözəl sual verir ki, həzrətin intizarı, bizim barəmizdəki gözləntisi nədən ibarətdir? Amma o həzrət bizi doğrudan da gözləyir. Həzrət bizim intizarımızı çəkir. Bizi həzrət ona görə gözləyir ki, görəsən bunlar nə vaxt düzələcəklər, nə vaxt islah olacaqlar. Bizim islah olmağımız həzrətin zuhurunun tezləşməsinə birbaşa vasitədir.